Bu dəfə Şəmkir şəhərində müsabiqənin daha bir qrup qalbinə özünü məşğulluq proqramı çərçivəsində yaratdıqları kiçik bizneslərini genişləndirmək üçün əlavə avadanlıqlar təqdim olunub. İndiyədək Bakı, Abşeron, Xızı, Dağlıq, Şirvan, Mərkəzi, Aran, Şəki, Zaqatala, Quba, Xaçmaz, Lənkəran, Astara, Şirvan, Salyan və Qarabağ iqtisadi zonaları üzrə ümumilikdə 90-dan artıq şəxsə kiçik bizneslərini genişləndirmələrinə dəstək məqsədi ilə əlavə avadanlıqlar verilib. Həvəsləndirmə mükafatları müsabiqəsi özünü məşğulluq proqramı çərçivəsində uğurlu fəaliyyət göstərən benefisiarları bizneslərini daha inkişaf etdirməyə təşviq etmək, onların gəlir imkanlarını artırmaq və fəaliyyətlərinin dayanıqlılığını genişləndirmək məqsədi daşıyır. Müsabiqənin birinci mərhələsi çərçivəsində ümumilikdə 100 benefisiarın əlavə aktivlərlə təmin edilməsi nəzərdə tutulur. Növbəti mərhələdə daha 190 nəfərin əmlaklarla təmin edilməsi planlaşdırılır. Həvəsləndirmə mükafatı məşğulluğa dəstək layihəsi çərçivəsində həyata keçirilən bir proqramdır, təşəbbüsdür. Məşğula dəstək layihəsi isə 2016-cı ildən bu yana möhtərəm cənab prezidentin imzaladığı sərəncamla icra olunan özü məşğulluq proqramının tərkib hissəsidir ki, Dünya Bankı ilə bərabər yerinə yetirilir, icra edilir. Məşğulluğa dəstək layihəsi çərçivəsində növbəti maarifləndirmə görüşü Şəmkir şəhərində təşkil olunub. Görüş iştirakçılarına layihənin məqsədi, icra mexanizmi, iştirak şərtləri və iştirakçılar üçün nəzərdə tutulan dəstək tədbirləri barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Azərbaycan